Bu videoda sizinlə birlikdə dünyanın siyasi xəritəsində şimal tropik xəttinin kəsdiyi ölkələri nəzər yetirəcəyik. Xərçəng tropikinin kəsdiyi ölkələr bilirsiniz ki, iki işıqlanma qurşağında, həm tropik, həm də şimal mülayim işıqlanma qurşağında yerləşir. Birinci Amerika qitəsinə nəzər yetirək. Burada Meksika paytaxtı Meksiko və Baham adaları paytaxtı Nassau bu iki ölkəni kəsir. Eyni zamanda diqqət yetirin ki, Kuba adasına şimal tropik xətti kəsmir, hər nə qədər yaxınından getsə də və burada Meksikanın Kaliforniya yarımadasını məhz tropik xətti kəsir. Həmçində Meksika körfəzini də kəsir. Eyni zamanda bunu da diqqətinizə çatdırım ki, Havay adalarını, baxın, Havay adasının özünü demirəm, adalar, yəni arxipelag olaraq şimal tropik xətti kəsir və Havay adası şimal tropik xəttindən cənubda yerləşir. Və Havay adaları bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarına məxsusdur. Bu da o deməkdir ki, Amerika Birləşmiş Ştatlarında günəş zenitdə ola bilir. Daha sonra Afrikaya doğru getsək, Afrikada Qərbi Səhra paytaxtı Əl-Əyun BMT tərəfindən müstəqil dövlət kimi tanınmır. Mavritaniya paytaxtı Nuakşot, Mali paytaxtı Bamako, Əlcəzair paytaxtı Əlcəzair, Niger paytaxtı Niamey, Liviya paytaxtı Tripoli, Çad paytaxtı N'Djamena, Misir paytaxtı Qahirə. Asiyaya doğru keçdikdə əvvəlcə Ərəbistan yarımadasında 3 ölkə, Səudiyyə Ərəbistanı paytaxtı Əl-Riyad, Birləşmiş Ərəb Əmirlikləri paytaxtı Əbu Dabi və Oman paytaxtı Məskət bu üçünü kəsir. Daha sonra Asiyada davam edirik. Hindistan paytaxtı Yeni Dehli, xüsusi qeyd Pakistanı kəsmir. Diqqət yetirin, yaxınlığından keçsə də kəsmir. Hindistanı kəsir. Bangladeş paytaxtı Dəkkə, Myanma paytaxtı Neypido, Çin paytaxtı Pekin, həmçinin Tayvan adası paytaxtı Taybey. Amma bilirsiniz ki, Tayvanın da müstəqilliyini BMT tanımır.